Gəl. Hə. O da evləndi, bu da evləndi. Mən qalmışam bir dənə uşaqla deyinib. Necə yəni? Aldı onu? Yox. O başqasına ərə getdi, bu da başqasını aldı. Atilla, çox sağ ol. Rejit. Gözəl münasibətdir xanım. Heç sən də göt başqasını. Sən elə danışdın, dedim sənin ərin sən qorxundan addım atmaz. Söhbətin başlığını elə başladın ki. Neynim ki? Mənim xəbərim yox, bunlar səndimə bir-birlərini əvvəldən seviblər. Mənim bir şey çatmır. Halal olsun oğlan. Gör necə sevib ki, qızı gətirib sağ dışı qoyub. Belə münasibət heç harda yoxdur, olmayacaq da. Necə? Yox, bunlar bir-birini sevirdilərsə, məndən niyə tanış ediblər? Mən də bilmədim, ay bacı. Burada nəsə məmmalar var. Məsələn? Belə atom pulu var. Hə, mən biraz tanınmış ailənin qızıydım. Salam Məliki, əssalam. Ana həkim, ata həkim. Hə, ona görədir də. Az o qədər həkimlər ay. Bir dənə iynəsini vura bilmədin o oğlanın sən? Yox. Bizimkilər Nurjenni sizdə bir dənə iynə vuran olmadı. Eybi yox. Heç nə. Əslində onu çox qəşəng deyirsən. Ziyalı elədilər. Baş qoşmadılar da bu söhbətə. Əgər başqa elə olsaydı, o oğlan köçürtmüşdü buradan. Baş qoşmaşqım, sənə ən qəşəngləri çıxacaq. Neyinirsən az? Bu dəqiqə subay heç boşanmışı subaydan çox alırlar. Bekarsan, gəbənə. Təsir eləyən bilirsən nədir, Ələman? Nə məktəb vaxtı bir oğlandan danışmamışdım. Az elələrin bəxti gətirir də, boş ver. İnstituta da şofer aparıb gətirib, çölə bayra çıxmamışam. Kaş danışardın, bəxtin olardı. Heç nə, ona görə... Boş ver, ay bacı. Qızlara demək istəyirəm ki... Minin qucağında oturanlar indi oturub arvad olublar. Telegramda lüt videosu olanlar indi oturub arvad olublar. Az boş ver, boş ver. Heç nə, öpürəm səni, yaxşı ki varsan. Oldu canım, öptüm, az boş ver, boş ver. Özümə təsəlli verəm lazım. Bu dəqiqə özüm təsəllinin bir nöqtəsindəyəm. Eybi yox. Ən gözəl təklidir. Təkəm zoram, borç sözü deməyim, TikTok sözü deyil, ana sözü deyil. Alo, buyurun. Buyurun. Buyurmayın, heç sizi görüm. Ay bala.